Abşeron rayonunun Xırdalan şəhərində yerləşən bir saylı körpələr ev uşaq bağçasında balacaların təlim-tərbiyəsi diqqət mərkəzində saxlanılır. Müəssisədə uşaqların həm sağlam böyüməsi, həm də keyfiyyətli məktəbə qədər təhsil alması üçün bütün imkanlar yaradılıb. Bağçanın direktoru Fəranə Məhərrəmova bildirib ki, kollektiv olaraq hər bir körpəyə öz övladları kimi yanaşırlar. Onun sözlərinə görə, əsas məqsəd uşaqların fiziki və mənəvi inkişafını təmin etmək, onların gələcəkdə cəmiyyətə yararlı fərd kimi yetişməsində töhfə verməkdir. Bağçada uşaqların gündəlik məşğələləri ilə yanaşı, müxtəlif yaradıcı dərslər, musiqi və idman tədbirləri də təşkil olunur. Bu isə körpələrin həm bilik, həm də bacarıqlarının inkişafına şərait yaradır. Müəssisədə müasir tələblərə uyğun şərait yaradılması, təcrübəli pedaqoqların çalışması valideynlərin də etimadını qazanır. Onlar övladlarının etibarlı əllərdə olduğunu və qayğı ilə böyüdüyünü xüsusi vurğulayırlar. Beləliklə, Xırdalan şəhər bir saylı körpələr ev uşaq bağçası balacalara verilən sevgi və diqqəti ilə seçilərək gələcəyin sağlam və savadlı nəslinin formalaşmasına öz töhfəsini verir. Elvin Qudratov, Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bu gün informasiya proqramı üçün.